Salam qızlar, bu günləri sizlə bahalı makyaj məhsulları ilə makyaj edirik. Bax, pozlara bax. Deməli, üzümü nəmləndirmişəm və birinci Vaselin primerindən başlayacağım. Belə. Görsənir burada. Çok eğlenceli insansın ya. Bu makyaj bazı həm üzə pürüz effekti verir, həm də məsame görünümünü azaldır. Olmuş kanka. Öyle mi olmuş? Və belə tətbiq eləyirəm. Bunu əlimlə yayacağım sonra. Göz altlarımı indi karakteri tətbiq etdim. Bunu belə görsənməyinə baxmayın, birazdan keçəcək bu arada. İndi Narsin göz qapatıcısı ilə, göz altı qapatıcısı ilə. Boş. Bomboş laflar. Buna naşdan fırçası ilə tətbiq eləyirəm indi. Bu silgi qapatıcı kimi keçir, yəni çox yaxşı qapadır gözünün altını görürsünüzsə fərqi. Fərq ortadadır. Sus be. Sus arkadaş ya. İndi obrizlə tətbiq edim gəlirəm. Deməli, göz altlarımı qapatıcını tətbiq elədim, gəldim. İndi isə tonal krem olaraq Nars istifadə eləyəcəm. Əlimin üstündə istəyirəm ki, normal görüntü olsun. Rəngi açıq gələ bilər, çünki mən bunu onlayn sifariş eləmişdim. Yəni rəngi görmədim orada. Bunu gördüm bu gün də. Skoçla yayıram bunu indi. Və üzümə tonal kremi də tətbiq elədim. Sabitləmək üçün Hudan pudrasını istifadə edəcəm. Əlim üstə belə eləyəndə burada daha yaxşı olur. Ya bilmirlər. Çok komik. Və gəldik gözləmədiyim ana göz makyajına. Göz makyajı eləyə bilmirəm, həm də ki çox sevmədiyimə görə deyirəm bu dörtlü paletindən istifadə edəcəm. Ağ tonu gözümün içinə keçəcəm. Göz makyajı da bitdi. Bir şeylər eləməyə çalışdım. Sizə necə oldu? İsə keçirik tuşa olaraq MAC istifadə edəcəm. Fərqi görürsünüz before and before. Nəticə olaraq belə oldu. Bu arada mənim kiprimin bu hissəsi töküldüyünə görə həmişə ayrı qalır. Yəni tuşlu bir şey deyil. İndi makyajımın ən sevdiyim hissəsinə keçirəm. Ənlik. Vaselin ənliyini istifadə edirəm. Mükəmməl rəngdir. Çox qəşəng oldu axı. İndi isə highlighter olaraq Benefit Cookie'nin highlighterını istifadə edirəm. Bayağı gün görmüsünüz. Və odu da çox qəşəngdir. O metora. Dodaq kombosu olaraq isə Charlotte'dan MAC-dən istifadə edirəm. Onu tam dəqiq görmürəm. Ona görə də güzgünlər tətbiq edib gələcəm. Qələmi tətbiq elədim, gəldim. İndi isə MAC-in pomadasından istifadə edəcəm. Pomadanı da tətbiq elədim. Son olaraq isə Charlotte'ın sabitləmə spreyindən istifadə edirəm. Makyajımın son halı belə oldu. Sizcə necədir? Olmuşum bacım. Bir yorumlarda yazın. Bu arada uyğun qiymətli məhsullarla makyaj videosu istəyirsə yorumlarda yaza bilərsiniz fikirlər.